Mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, eyni zamanda Bərdə, Tərtər, Beyləqan ərazisində və Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində də may ayının 4-ü, 5-i və 6-sında arablı yağış yağması gözlənilir. Xüsusən də may ayının 4-ü axşama doğru, 5-i axşama doğru, eyni zamanda may ayının 6-sı gün ərzində yağıntıların lokal qısa müddət ərzində intensiv və güclü olması gözlənilir. Prosesə səbəb isə xüsusən də Aralıq dənizindən başlayan rütubətli hava axınlarının Qafqazın cənuba doğru daxil olması nəticəsində Azərbaycan arasında hava şəraitində tezlik dəyişikliyi gözlənilir və bu ildırım dolu buludlarının mərkəzi Aran rayonları arasında daxil olması riski var. Nəticədə may ayının 4-ü, 5-i və 6-sında arablı yağış yağması gözlənilir. Xüsusən də may ayının 4-ü axşama doğru, 5-i günün ikinci yarısında və 6-sı gün ərzində yağıntıların lokal qısa müddət ərzində intensiv və güclü olması gözlənilir. Proses nəticəsində lokal qısa müddətli dolu yağması da ehtimalı var, şimşək çaxması və yağışla bərabər, yəni yağıntılarla bərabər küləklərin də bir qədər güclənməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatları kanalda yayımlanacaq.